Əziz müəllimlər, hörmətli tədbir iştirakçıları və qonaqlar. Bu gözəl gündə bizimlə birlikdə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bugün bizim üçün çox gözəl, yadda qalan bir gündür. Bugün 11 illik məktəb həyatının sona çatdığı və müstəqil, yeni bir həyatın astanasına qədəm bastığımız bir gündür. 11 il gözümüzün önündə su kimi axıb keçdi. Sanki bir dəftər idi məktəb illəri. Birinci sinifdə verilmişdi bizə. Eşitdiklərimizi, gördüklərimizi, duyduqlarımızı bəyaz səhifələrinə yazaq deyə. Kimimiz gözəl hərflərlə yazdıq bu dəftəri. Kimimiz qaralayıb bir kənara atdıq. Kimimiz boş qoyduq səhifələrini. Kimimiz isə rəngarəng boyadıq, bəzədik bütün səhifələrini. Artıq bugün bu dəftərin son səhifəsində son sözü yazmağın vaxtı gəlib çatdı. Məktəb illərinə əlvida yazaraq qapadırıq bu dəftəri. Hələ oxumağa başlamamışdım ürəyimdə məktəbə qarşı sevgi yarananda. Oxumağın çox önəmli olduğunu, savadın insan üçün əvəzsiz dəyərli olduğunu bilərək keçdi məktəb həyatım. Nə yaxşı ki də belə keçdi. 11 il mənə çox şey öyrətdi. Və ən sonda, bugünə gəlib çatdığımda 11 ili necə gözəl dəyərləndirdiyimi gördüm. Boşuna keçməmişdi bu illər. Boşuna keçməmişdi yuxusuz gecələrim. Boşuna keçməmişdi müəllimlərimin, valideynlərimin zəhməti. Mən bugün həm çox sevinçli, həm də çox qürurluyam. Məktəbi bitirərkən tələbə adını qazanmış məzun olduğum üçün çox sevincliyəm. 11 illik zəhmətin bəhrəsini görmək məni çox qürurlandırır. Mən tələbə adını qazanmış bütün məzunları təbrik edirəm və onlara uğurlar arzulayıram. Ümumiyyətlə isə bütün məzunları çıxdıqları bu həyat yolunda əmin addımlarla addımlamalarını arzulayıram. 11 il bizim qayğımızı çəkən, bizə ilmin dərinliklərini öyrədən, doğru yol göstərən bütün müəllimlərimə təşəkkürümü bildirirəm. İbtidai sinif müəlliməm Səkinə müəlliməyə, bizi 9-cu sinifə çatdıran, üzərimizdə çox böyük əməyi olan İslambəy müəllimə öz minnətdarlığımı bildirirəm. Ən ağır, ən məsuliyyətli ilimiz olan 11-ci sinifdə bizim sinif rəhbərimiz olan, bizi hər zaman dayaq olan Əsgər müəllimə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun əziz müəllimlərim.